Yağışlı bir Estoniya günündən hamınıza salam dostlar. Bugün mənim üçün yenə çox önəmli bir gündür. Çünki bugün Estoniyadan köçürəm. Buradan düz Barselonaya gedirəm maşınla və belə deyim ki, yol necə gedəcəm açığı o qədər belə bir fikrim yoxdur, nə mənada. Yəni bir plan yoxdur. Sadəcə Waze-də yazacağam ki, Tallinn Barselona yolu göstərsin mənə. Biraz da mənim üçün emosional bir gündür. Çünki bu məhəllədə mən bu binada düz 5 ilə yaxındır ki, yaşayırdım. Yəni buradan belə deyim də köçmək insana biraz qəribə hiss elətdirir. Yəni nəticədə 5 il yaşadığım bir yerdən köçürsən də burada mənə hər şey doğma idi bax bu məhəllədə. Düzdür, bəlkə arada gələrəm, ildə bir gəlib görərəm Estoniyanı, amma hal-hazırda gedirəm. Evdən minimum əşya ilə çıxmışam, həqiqətən heç nə yoxdur. Yəni belə düşünün ki, köçürəm Estoniyadan. Bir baqaj, bir dənə belə kabin bag, bir də ki, yəni bel çantası var. Buradan ilk öncə Latviya, Litva gedirik, bütün Avropanı belə deyim, belə keçəcəm hamısını. Maşınımız da öz yerində təbii ki. Hər şey ideal vəziyyətdədir. Tam olaraq yola çıxmağı gözləyir ki, bir dənə çıxaq yola. Mənim uzun yola çıxmaq çox böyük bir arzum idi. Həmişə deyirdim ki, yəni bir yerə gedək. Biz o vaxt gediləsi maşında yox idi. Ümumi olaraq vaxt da yox idi. İndi belə bir fürsət gəlib düşüb əlimizə ki, uzun yola çıxırıq. Yəni getdiyimiz yerdə Avropa üçün yəni ən uzaq yerlərdən, məsafələrdən biridir. Yəni Estoniyadan daha uzaq başqa Portuqaliyaya gedərsən bəlkə Avropa üçün. Onsuz yəni video belə düşünürəm çox uzun ola bilər. Çünki o qədər fərqli ölkələrdən keçəcək. Deyəsən polisin deyəsən radyo kanalına qoşulduq səfər. Best coming out of BK, I thought you knew that. Step up in the function, all these women like who that got me looking like money, yeah they love me, yeah true that. Big racks, new bag, new swag, we ain't cutting no slack. Why they mad? Don't do that. Estonya'da qalan hal-hazırda son dostumdur. Yəni o da inanmıram 1-2 ildən sonra bu da gedəcək Estonya'da. İnşallah. Son Elnur qalıb. Nə fikirləşirsən Elnur? Hər şey hazırdır maşında. Nə qalıb? Bu dəqiqə hər şey, yəni heç nə problem yoxdur bu dəqiqə. Yəni uzun yola çıxmaq üçün hər şey hazırdır. Elnur, Honda Civic'i sənə əmanət edirəm. Evi də sənə əmanət edirəm. Gələk. Şöyləlik, özdə yaxşı baxın. Hər saniyə zəng eləyəcəm, hər saniyə mənə göstərin. Təbii ki. Davay eləli, özdə yaxşı baxın. Axırıncı 10 videoda hər dəfə fərqli bir adam var. Bu səfər də sənsən. Hər dəfə fərqli. Bu dəfə də mənə qismət oldu bu şans. Bir dənə səsini eşidək təcili. Gedirik indi bir dənə yanacaq doldurma məntəqəsinə. Mən belə görürəm ki, yəni yolda ən çox yanacaq doldurma məntəqəsi görəcəm. Çünki maşın 100-ə bu dəqiqə bayaqdan 18 içir. Yəni normal sürüşlə 18 içir. Yəni biraz qaz versəm şəhər içi, yəni bu 25-ə qədər də qalxır. Tərə, adım Berux. Hayda qal. Allah. Ümumi olaraq Estoniyanın belə bir problemi var ki, yolları doğrudan da yaxşı deyil. Məsələn, bu bir düşünün ki, yəni şəhərlər arası bir yoldur. Yəni cəmi bir dənə zolaq var və 90-lıq bir yoldur. Yəni bunu niyə görə 90 qoyublar əslində? Onu da başa düşə bilmirəm. Yəni başa düşürəm, yol balacadır, amma yəni bunu böyüdə bilərlər də. Yəqin ki, büdcələri yoxdur böyütməyə. Yəni ona görə biraz sıxır adamı yol. Yəni 90-la belə deyim, cruise control qoymuşam 90. Bildiyimiz meşənin ortasıdır. Onsuz Estoniyanın 60% ağaclardır, meşələrdir. Və belə bir plan elədik ki, indi baxdıq bu gün olan reyslərə ki, Litvadan Almaniyaya reys var. Onsuz gündəlik 3 dəfə reys olur. Səhər gün, orta axşam. Klapediya, Kiel. Ona görə gedirik indi Klapediyaya. Oradan hardasa bizə 800 kilometr belə deyim. Əslində getməyə də bilərik. Yəni baxacağıq orada. Görsək ki, yəni gəmi düzgün bir vaxta gəlib çatmır və yaxud istədiyimiz kimi deyil, oradan elə normal sürüb gedəcəyik, baxaq görək nə olur. 6 saat 38 dəqiqə və Estoniyada hər yerdə radar var. Yəni gizli radar hər yerdə. Ona görə də sürət limiti neçədirsə o sürətlə sürürəm.
artıq keçmirəm. Yəni neçə dəfə başıma gəlib, yəni çox yuxarı bir cərimədir Estoniyada sürət limitindən artıq keçmək. Ondan da başqa belə deyim ki, yəni əgər bu yolu gedirsinizsə Avropa içi çalışın, əsas da Baltik ölkələrində, yəni sürət limitinə uyğun gedin. Çünki bir dənə gizli bir radar olsa, yəni 500-600 avro birdən radara vermək istəmərsiniz. Yəni mən çox ödəmişəm, elə o qədər ödəyiş. Belə izah eləyim ki, əsas söhbət bizim Almaniyaya çatandan sonradır. Yəni Almaniya, İsveçrə, Fransa, Barselona, İtaliyaya da deyəcəyik bəlkə. Əgər Klapediyadan gəmi olmasa, Polşadan keçəcəyik belə. Amma Polşaya girməsək çox yaxşı olar. Polşanın yolları heç yaxşı deyil. Ona görə elə birbaşa buradan belə deyim, belə gəmi olsa çox əla olar. Hal-hazırda buradayıq. İndi növbəti gedirik Rigaya. Hal-hazırda Pernudayıq. Bugün həm də Pernuda bir maşın görüşü var. Həmçinin insanlar burada gəlib maraqlı maşınlarını saxlayıb axşam olacaq görüş, ona çatmırıq. Yəni hələ ki 2 saatlıq bir yol gəlmişik və indi Rigaya getmədən əvvəl bir dənə kofe götürmək lazımdır. Bugün cəmi 1 saat yarım yapmışam. Amma o qədər enerjiliyəm, çünki bu road trip eləmək mənim ən böyük xəyalım idi. Yəni bunu danışaram birazdan, amma elə idi ki, mən bunun real olacağına doğrudan da inanmırdım. Dedim ki, yəni bəlkə də heç vaxt alınmayacaq. O əsas da Almaniyada otobanda sürmək, yəni elə oldu ki, yəni hal-hazırda mümkündür. Mustkov. Yəni buralarda açıq görüləsi bir şey də yoxdur. Yəni Estoniyanın hər yeri yəni bir-birinə oxşayır, çox fərqli bir şey yoxdur. Yəni meşələrdir. Onu da deyim ki, Şengen ərazisində sərhəd yoxdur. Yəqin bunu hamınız bilirsiniz. Yəni məsələn Estoniyadan İspaniyaya qədər bir dənə sərhəd kontrol yoxdur. Yəni sən heç bir polis saxlamır da, yəni. Düşün ki, yəni çox böyük bir şeydir də bu. 3000 kilometr yol sürəcəm. Yolda məni heç bir polis saxlamayacaq. Bakıdan İsmayıllıya gedirsən 5 dənə postdan keçirsən ki, bəs kontrol o bu. Yəni buradan İspaniyaya 3000 kilometr yolda bir dənə kontrol yoxdur heç nə. Latviyaya yaxınlaşırıq, yəni sərhəd hissəsinə. Xətt olacaq ki, orada Latviyaya keçdiniz. Bu qədər sadə. Orada saxlayıb Estoniya ilə vidalaşma şəkili çəkəcəm. Qısa bir yoldan sonra hal-hazırda Estoniya-Latviya sərhədini keçirik. Hələ də Estoniyadayıq. Görək nə vaxt Latviyaya keçəcəyik. Hə, tam buradır. Orada körpü var. O körpü sərhəddir. Elə görsənir. Latviya. Burada bir dənə şəkil çəkdirmək istəyirəm. Gördüyünüz bu hissə Estoniya-Latviya sərhədi. Ümumi olaraq Şengen ərazisində bütün sərhədlər belədir. Yəni heç kim yoxdur, sadəcə elə belə bir sərhəddə keçirsiniz, qurtarır, gedir. Bu da 5 illik macəranın sonu Estoniyada. Buradan Rigaya qədər təxminən nə qədər var? 2 saat təxminən. 2 saatlıq yolumuz var Rigaya. See them coming, no mask, 6 feet, move back. How we got it, don't ask, don't do that, nah. Cause they ain't never put us on. Now they wanna come around and see what's going on, nah. And we don't follow protocols. We some kings like sis, no waterfall, ISO. What you gonna do, where you at, who you with? You ain't really about this, don't talk about it. Really on the move, on the map, never slip. Keep your hands to your lips, don't talk about it. 50-60 kilometrdə arxamızda bir BMW gəlir. Belə oldu ki, mən yəni çox sürətli gəldim, keçdim onu bir 5 kilometr qabaqda. Yəni necə gəldi, çatdısa məbləğə düz arxadadır. Gələndə də işıqların yandırdı ki, gəldim, çatdım da. Qabaqda bir dənə yer var, çox maraqlı. Yerin adı da Tallinndir. Yəni biz onsuz Tallindən gəlmişik. Buranın yerin adı niyə Tallindir? Heç başa düşmədim. Qabaqda saxlayacağam, görək nə istəyir bizdən. Yəni Latviya, Litva belə yerlərdir ki, burada başqa Rumıniya olsaydı saxlamazdı açıq. BMW sürən qaqaşla biraz söhbət elədik. Elə burada təsadüfi bir yerdə saxladıq. Maraqlı da maşını var. Ümumi Litva nömrəsidir. Yəni Litvada belə deyim də nə istəyirsən sürə bilirsən də. Litvada problem deyil, qabağı olmasın və s. Və burada da saxladıq. Çox maraqlıdır. Burada Amerika mağazası var. Amerika, Meksika. Yəni mən normalda belə bir mağaza görməmişdim də Estoniyada. Axtarsan tapa bilmərsən də təsadüfən tapdıq. How are you doing? I'm good. How about yourself?
Perfect. Good. I just discovered this place randomly. I was driving, I saw the US flag. Yeah. I decided to stop and see what's going on. So even if there are Latvians who are suspicious, Yeah. we give them to try this, and then they go and buy. Yeah, of course. 'Cause they That's like how you do it. Uh-huh. Mən bu maraqlıdır məsələn. İlk dəfə də belə bir kola görürəm. Ondan sonra Dr Pepper var, hansı ki maraqlıdır, ilk dəfə də görürəm. Ən gözəl Fanta ananaslı Fanta və yaxud limonlu Fantadır, hansı ki hər yerdə tapmaq olmur. Burada isə belə deyim, qiymətlər də dollarla deyirsə. Bundan bir də alıb yoxlayacağam. Çox maraqlıdır. Nə də olmasa da mənə bir dənə cips verdi. Ayıbdır buradan belə əli boş çıxmaq. Necədir? Şöyle. Maraqlı bir Şöyle dadı böyle var. şirin tadı var ha. Yəni Estoniyada yoxdur belə bir mağaza. Yoxdur. Ya Latviyaya gəlsən, Estoniyaya şükür edirsən ki, yəni Estoniya doğrudan bir ölkəymiş də, yəni bura bildiyimiz, yəni heç nə dəyişməyib. Ölkədə Sovetdə necə olubsa elə də qalıb. Yəni yolları çox yaxşı vəziyyətdə deyil də, heç yaxşı vəziyyətdə deyil. Estoniyadan gələn biri üçün fərqlilik yoxdur burada. Bəlkə başqa ölkədən gəlsən, amma bu dəqiqə yəni belə bir yerdir də, yəni ağaclıq. Buranın bir Old Town-u var, oradakı elə eyni Estoniya kimi bir yerdir. Ona görə də bacardığım qədər buradan tez çıxmağa çalışacağam. Hədsiz bilinir ki, bunların pulu heç yoxdur. Çünki hər yerdən görsənər də bu, yəni Estoniya buradan qat-qat daha çox inkişaf edib. Yəni burada adi mağazalar var, supermarketlər. Yolda gedəndə baxıram, müqayisə edirəm Estoniyanın eyni firmalar. Yəni Estoniyada çox daha fərqlidir dizaynları burada. Tramvay keçirib Bakının ortasından yazırlar nostalgiya, Bakı 1980-ci illər. Bura eyni bax Latviyaya oxşuyur, yəni o qədər belə deyim köhnə qədimi bir yerdir. 30 in a clip, drop 100 on a zip. All I see is blue faces, you would thought I was a crip. I don't say a word, got my fingers to my lip. Yeah, and I don't never trip, all I do is take trips. I just knew I was the man ever since I was a jit. Shorty got them double D's, I'm trying to see a nip slip. Make a million while I'm young and still RP nip. Tez maksimum bir qan görməyib çıxdım oradan, yəni Litvada da deyil bu acaq. Buranın ümumi olaraq mədəniyyəti daha fərqlidir, maşın, motosiklet mədəniyyəti. Estoniyada çox qayda qanuna uyğundur, burada elə deyil. The people because it sounds so quick and easy. Like I lost this weight and I went through 3 hell weeks. I went to Ranger School, went to Delta. Latviya və Litvada Estoniyadan fərqli olaraq Dubaydakı söhbət burada da var. Kamera sənin radar deyək, şəkilini çəkir, bir də çıxışda çəkir, aradakı məsafəni hesablayır, sənə cərimə yazır. Yəni istəyirsən kameradan 50 ilə keçsən, arada 150 sürmüsənsə. Burada average speed ölçən yollar var, hər yolda yoxdur, bəzi yollarda var. Yəni gəlsəniz bilin, sadəcə ağlınızda olsun. Hər dəfə mesaj gələndə baxıram ki, görəsən bir 150-200 avro gələcək görəsən. İndi hardasa yolumuza saxlamıram. Düz Klapediyaya qədər saxlamayacağam. 2 saat 11 dəqiqə var. 200 neçə kilometr? 209 kilometr. Gəlmişik 390 kilometrdə yol gəlmişik. 610 kilometr bir gün içində yol sürmüş olacağam. O da məncə yəni normal bir rəqəmdir. Əslində çox da sürərəm əslində. Heç bir problem yoxdur. Sadəcə o gəmini belə deyim, qaçırmasaq çox yaxşı olar. Gəmiyə biraz belə deyim ki, yəni qaça-qaç çatırıq. Yəni çatmasaq da heç nə, yəni sürüb gedəcək, amma çatsaq çox əla olar ki, o Polşanı sürməsən daha yaxşı olar. I've been down this road before. All your pieces on the floor, and for that I love you more. Klapeda şəhərinə gəldim, çatdım. Çox video çəkə bilmədim çünki bir dənə duman var idi. Yəni o dumanı belə deyim də kamera belə göstərmirdi də. Yəni o duman çox belə deyim qəribə bir duman idi. Qabaqdakı sürücü, burada çox adam turisti deyə risk dumanı görür, benim tormoza basır deyə. Yəni mən əsas ondan çəkinirdim. Kimsə tormoza basacaq. Məhsullarımızı aldıq. Həqiqətən dedik ki, 2 dənə içməyə bir şey alaq. O qədər maraqlı məhsullar var idi. Bütün mağazanı alıb çıxdıq. Burada qiymət yəni Estoniyadan 30 sent daha ucuzdur. Maşının qabağında qətliam var bildiyimiz. Milçəklər. Maşını bir dənə təcili yumaq lazımdır. Yuyaq, oradan da gedək gəmiyə. Pulling petals of the flower.
dəqiqələrlə gəldik, çatdıq. Yəni bir neçə dəqiqə gec gəlsək çata bilməyəcəkdik. Sıradakı ən axırıncı insan, yəni maşın bizik. Burada necədir? Bura bildiyimiz gömrük məntəqəsi kimidir. Baxın, Almaniyanın bayrağı var. Proses əslində asan oldu. Bir dənə bileti verirsən. Heç bileti də Nömrəsini vermirsən. Bilet də vermirsən. Yəni heç nə yoxlamır, deyirlər gir içəri. Onsuz Şengen ərazisində sərhəd yoxdur deyə. Burada o qədər fərqli məhsullar gətirdilər ki, bu gəminin içində. Tırlar var. Məsələn, bu nədirsə gəmi parçasıdır, nədir bilinmir. Maşını salana qədər bir 30-40 dəqiqə getdi. Arxa-arxaya eləyirik. Gəminin ən aşağı hissəsinə gəldik, çatdıq. Oradan belə gəldik. Məncə rahatdır, yəni. Hər ölkədən gəmidə maşın var. Yəni hər cür nömrə görmək mümkündür. Eksotik maşınlar da var. Bu qədər sadə maşını burada park elədik. İndi gedirik. Bura təzən girişimiz olmayacağı üçün hər şeyi maşından hər şey deyib də kompüterimi götürdüm. Başqa heç nə. Yəni heç nəyə ehtiyac yoxdur. Maşın burada qalacaq. Bir də sabah 22 saat sonra buradan çıxacaq Almaniyaya. Dünən gəmiyə girəndən sonra dedim ki, güya oturarıq, yemək yeyərik. Yəni girən kimi otağa birbaşa yatdım, indi oyandım. Nə almışdıq onu da yemədik. İndi gəminin səhər yeməyi var. Burada səhər yeməyi sifariş edəcək, amma sizə gəminin için göstərmədim, onu da göstərəcəm. Amma necə yatdımsa, çünki dünən hardasa 7-8 saat maşın sürdüm, bəlkə 8 saat. Ona görə biraz yuxulu oldum. Açıq büfe belədir. Səhər yeməyim mən budur. Mən səhərlər yemək yeməyi xoşlamıram deyə bir dənə kofe içəcəm, bir də orada pankek var idi, onu yeyərəm. Yes sir. Buradaydıq, bura qədər gəlmişik. Hamburg şəhərindən çatacağıq. Buradan da belə, yəni xeyli yol gəlmişik, belə deyim. Gəmidə ümumi nə var, onları sizə göstərmək istəyirəm, amma gəlin istəyirsiniz qalxaq yuxarı, yuxarı çox maraqlıdır. Ümumi olaraq bu gəmi taksi kimi fəaliyyət göstərir deyə. Restoran, bir dənə cəmi restoran var, o da elə buranın öz restoranıdır, səhər yeməyi elədiyimiz restoran. Çox vahiməli görsənir buradan. İndi burada elə maraqlı olaraq bir nəfərlə tanış oldum, o da onlayn bizneslə məşğuldur və Amsterdamda yaşayır. Ondan başqa da Litvalıdır. Elə onunla danışdıq ki, Litvanın yolları və s. necədir, orası, burası. Çox gözəl kitab məsləhətləri var. Dedi, sən kitablar məsləhət eləmək istəyirəm. Spiritual mövzularda, yəni spiritual, yəni Azərbaycan dilində spiritual nədir bilmirəm, amma ruhi mövzularda belə deyək, mindset mövzularında kitablardır. Hansını mən daha çox bəyənəcəm, mənə də çox maraqlıdır. Adam özünü qəribə hiss edir, niyəsə bilmirəm, çünki Estoniyadan çıxdım deyə, mən Estoniyada özümü belə çox təhlükəsiz hiss edirdim. Mən elə bilirdim ki, yəni Estoniyada mən hər şey eləyə bilərəm də. İndi belə Estoniyadan çölə çıxanda, yəni elə bir vətəndən çölə çıxmışsan da elə görsənir mənim üçün. Uzaqda bir yerdəsən, canım ay Estoniya, nəsə. Gedək Qaqaşın yanına, çox biraz kitab məsləhətləri, biraz keyfim açılsın. O Qaqaş da həyəcanlıdır, demişəm ki, video çəkəcəyik. Qaqaşı həyəcan bürüyüb. Bir-iki videoda məndən danışacağım. I didn't really expect that. Yeah, that was really cool. I mean, we just talked like maybe a few minutes on the camera, but prior to that, we talked for 30 minutes. Prior to that, we talked maybe for like 5-6 like hours straight about like business, reality, what is reality, mindset in general, like a lot of self-improvement topics. It was really nice. And we will just after the camera, we'll still continue to talk about this stuff, but it was like we decided to talk about books and stuff in this video. Generally, don't want to read like bestsellers because everybody can apply those principles in their life. So I'd rather go to the author and search for another book because if everybody knows that information, then the value of that information goes down. Though I'm pretty sure that many people reading this book are not going to apply the principles in their life, but still, that's why I try to avoid like bestsellers. Artıq bizi də çağırırlar ki, maşına gedək. Maşına getməliyik. Bizi də çağırırlar maşına getməyə. Düşək aşağı, 4 mərtəbə aşağı düşmək lazımdır. Amma Kiel şəhəri çox səliqəli görsənər. Bitte beachten Sie.
axır ki gəmidən çıxırıq. O qədər ürəyim sıxıldı buradan çıxana kimi. Çünki yəni içəridə eləməyə heç nə yox idi da bildiyimiz. Ancaq oturub kompüterdə işlərimi həll eləmişəm. O baxımdan çox sıxıcı idi. Amma belə ən azından gəldik çatdıq da. Yəni əməlli yol gəlib. İndi gəmiyə də təşəkkür eləmək lazımdır. Bunu özüm sürsəm indi əlavə bir nə qədərsə sürməli idim. Çıxmağımız da yəqin bir 15 dəqiqə çəkər. 15 dəqiqədən sonra Almaniya küçələrindəyəm. Yəni Almaniya mənə maraqlı gəlir. İlk dəfə heç vaxt getməmişəm ya Almaniyaya. İlk dəfə Almaniyaya çıxıram, ona görə mənim üçün çox maraqlıdır Almaniya necə olacaq. 22 saat gəmidən sonra nə qədər ürəyim sıxıldı. Bir günümüz boşuna getdi elə 22 saat. Boşuna getmədi əslində, amma yəni bir gün daha da belə özümüz əslində sürüb daha tez çata bilərdik bəlkə, amma rahatçılıq baxımından çox rahat oldu o heç. Əla. Hələ də heç bir kontrol yoxdur. Almaniyaya gəlməyimiz birbaşa hiss olunur, çünki yolları çox gözəldir. İndi otelə çəkinimiz var, gedib yatacağıq. Əsas odur gedək yataq, axşam vaxtı maşın sürməyin heç bir mənası yoxdur. Və şəhərə belə baxıram, çox sakit bir şəhərdir bu Kiel şəhəri. Otelimiz buradır. Burada da saxladım. İndi bayaq videoda olan oğlan da gəldi bizlə danışdıq. Amsterdama gedir. Even though like on the camera you look very dark. Yeah. But yeah. See you in Amsterdam, or you can come to Barcelona anytime. Feel free, yeah, to come over, spend some time there. Yeah, good to meet you guys and speak, about self-development. That not everybody is even capable of thinking of these things. So Yeah. nice to find like-minded people. Yeah. I Thanks feel the for that. same, bro. It was really nice talking to you. Otherwise, that long trip will be like super boring, you know. Yeah, otherwise it would be boring. Yeah. So next time we meet, we make another video then.